Salam əziz dostlar, ilk növbədə xatırlatmaq istəyirəm ki, bizim kanalımız artıq kriptoqraf yox, Bitcoin az adlanır və məhz Bitcoin az YouTube kanalında siz bütün lazım olan kripto məlumatları tapa bilərsiniz. Bu gün isə ən belə deyək də həssas mövzulardan biri olan kriptovalyuta göndərmə mövzusuna toxunacağam. Hansı ki, bir çox dostlarımızın bu belə deyək də ürək ağrısıdır və problemidir. Və burada əsas problemlərdən biri nədir? Məsəl üçün bir dostumuz görür ki, balansında $2 var, USDT gəlib ona və bu USDT-ni o məsəl üçün öz Binance birjasında olan hesabına əlavə etmək istəyəndə, məsəl üçün tutaq ki, Binance və yaxud istənilən birjadan gedir söhbət. Məsələn, gəlir bura əlavə etmək istəyəndə, birinci növbədə burada belə bir şeylə qarşılaşır və başa düşmür ki, burada mən nəyi seçim? Bunun üçün ilk növbədə siz başa düşməlisiniz ki, sizin USDT hansı blokçeyndədir. Blokçeyn növbəti fərqlidir. Baxın, var BSC, var Ethereum, var Polygon, Tron, Aptos və s. Bunu başa düşmək üçün isə gəlin Trust Wallet-ə keçək və gəlin biz cüzdanımızda baxaq görək bizim USDT, yəni bizim burada olan $2 hansı blokçeyndədir. Bunu tapmaq elə də çətin bir şey deyil və biz hətta gözə yarı da baxa bilərik ki, baxın işarə var burada. Bu isə Binance Smart Chain-in işarəsidir, yəni Binance birjasına aid olan Binance Smart Chain-in işarəsidir və yaxud biz təbii ki, digər məlumatlarda da baxın burada, məsəl üçün, baxın, o NAS düyməsini vuraraq baxa bilərik ki, BNB Smart Chain-dir, yəni Binance Smart Chain-dir. Və biz burada təbii ki, mövcud olan, baxın, BEP20, yəni Binance Smart Chain-i seçə bilərik. Bundan sonra bizə verilən bu adresi biz kopya edirik və gəlirik göndərmək bölməsinə, yəni Trust Wallet-ə qaydırıq. Mən Trust Wallet ən məşhur cüzdanlardan biri olduğuna görə mən onu götürmüşəm. Və ona görə də bu videoda onu istifadə edirəm. Və gəlirik biz At-Privacy, yəni göndərmə düyməsini vururuq, əla USDT-ni görürük, qoyuruq və bura adresi yapışdırırıq, maksimal summa vururuq və davam düyməsini basırıq. Bəs bundan sonra da bir çox adamımızın, bir çox dostlarımızın problemləri başlayır. Və bu problemlər nədir? Balansda komissiyanın olmaması. Başa düşmək lazımdır ki, hər bir blokçeyn öz blokçeynində hərəkət etmək üçün, yəni istənilən bir əməliyyat etmək üçün, İstər bu göndəriş əməliyyatı olsun, istər smart kontrakt olsun, fərqi yoxdur. Qaz komissiyası deyilən bir şey var, hansı ki, demək olar ki, yəni $1 atsaq balansa, yəni bizə bəlkə də 10 il bəs eləyəcək qədər bir cüzi bir komissiya istəyir. Hal-hazırda baxın bizim vəziyyətimizdə biz USDT-ni göndərmək istəyəndə bizə deyir ki, 0.0-dan filan qədər 388 BNB lazımdır. Bu əslində $1-2 balans olsa, yəni balansımız hətta 10 sent də olsa, hansı dostunuzdan xahiş edə bilərsiniz ki, mənə 10 sent BNB göndər ki, mən transaksiyanı həyata keçirdim, eləyə bilərsiniz. Və bunun üçün siz mütləq şəkildə, yəni də deyirəm, əgər siz göndəriş edirsinizsə, belə bir halla rast gəlirsinizsə, birinci növbədə baxın ki, nə tələb olunur. Komissiya seçib bölçü 0-dır, yəni BNB istəyir bizdən və BNB bizdə bilir ki, Binance Smart Chain-dədir və siz öz cüzdanınıza BNB-ni alıb belə deyək də göndəriş eləyirsinizsə, mütləq şəkildə onu göndərəndə də Binance Smart Chain ağı ilə göndərin. Yəni baxın, əgər siz BNB göndərirsinizsə, indi məndə hal-hazırda burada yoxdur balansda. Əgər siz BNB göndərirsinizsə, onu da mütləq şəkildə Binance Smart Chain ağı ilə göndərin ki, öz cüzdanınıza. Baxın, burada seçirsiniz BSC ilə. Və sizin balansınızda o həmin miqdar, yəni bu parol bezlidir. O parolu söndürüm, davam eləyək. Bəli, məhz Binance Smart Chain-də baxın, görürsünüz, hətta USDT-nin qabağında yazılır ki, Binance Smart Chain. Burada fərqli şeylər yazıla bilər. Burada USDT çox blokçeynlərdə var. Baxın, adca USDT yazsaq, görürsünüz, məsəl üçün, Terra Classic-da da var, Aptos-da da var, Tron-da da var, Sui-da da var, Base ağında da var, Optimism BNB-də də var, Optimism-in özündə də var, Arbitrum-da da var və Polygon-da da var. Yəni, cürbəcür blokçeynlərdə ola bilər bu USDT. Amma bizim vəziyyətimizdə hal-hazırda bizdə USDT Binance Smart Chain-də olduğuna görə, bunu ləğv edək, cüzdanlarınız görünsün. Binance Smart Chain-də olduğuna görə biz məhz Binance Smart Chain üzrə BNB atmalıyıq balansa. Əgər bizim USDT-miz Base ağında olsaydısa, biz Base ağında bilirik ki, əsas belə deyək də komissiyaları ödəmək üçün lazım olan coin-in adı Ethereum-dir. Yəni Ethereum atardıq. Hal-hazırda bizdə BNB Smart Chain olduğuna görə gəlin biz bura bir qədər BNB ataq. Amma xatırladıram ki, çox dostlarımızda bəzən Tron da olur. Tron ən problemli blokçeynlərdən biridir. Yəni ən çox komissiya baxımından problemlidir. Yəni məsləhət görməzdim ki, Tron blokçeynindən siz USDT əməliyyatları edəsiniz. Çalışın BEP20 və yaxud daha az komissiya yeyən blokçeynlərə müraciət eləyin. Çünki Tron blokçeyni həddindən artıq çox komissiya yeyir. Ona görə də məsləhət görməzdim. İndi gəlin görə Binance bura BNB təmin edək və baxaq görə göndəriş eləyə bilirikmi? Və təbii ki, balansımıza BNB qoymaq üçün sadəcə olaraq BNB üstünə vurub, Polkis vururuq və göstərilən adresimizə BNB-ləri göndəririk. Gördüyünüz kimi dostlar, baxın, BNB gəldi. Mən hətta çox az BNB göndərdim. Baxın, 8 sentlik bir BNB göndərdim və bu mənə bəsdir ki, artısa bir bəlkə 30-a yaxın transaksiya eləyim. İndi isə gedirik, yəni də adresimizi belə deyək də Binance birjasından vəsait əlavə et, on-chain deposit vururuq, USDT adresimizi götürürük.
Burada seçirik BSC, çünki artıq bizə məlumdur nədir və bunu götürürük. Bunu götürdükdən sonra gəlirik biz Trust Wallet-ə və göndərməyi Otprice düyməsini vururuq, yapışdırırıq adresimizi, maksimal vururuq, davam vururuq. Və indi artıq bizim balansımızda filəri ödəmək üçün komissiyamız var. Müəyyən qədər komissiyamız var. Biz təbii ki, burada zaten komissiyalar azdır. Biz burada, baxın, bunlar var olmaqla, amma bunlar komissiya olandan sonra olur. Yəni, hal-hazırda komissiya BNB var deyənə görünür. Normalda çox vaxt görünmür. Və artıq bizdə hazırdır. Baxın, biz sadəcə olaraq, biz əslində USDT ilə də ödəyə bilərik. Amma bu çox baha başa gəlir. Həm də bir çox vaxtlarda işləmir. Bəzi cüzdanlarda bu işləmir. Ona görə də mən bunu eləmədim. Ona görə də elə sırf belə deyək də balansımızdan qoyub eləyirik. Məsəl üçün, əgər mən məsəl üçün $1 göndərmək istəsəm balansıma, məsəl üçün, davam düyməsini vursam, mən burada əslində USDT ilə də bunu, amma Trust Wallet buna imkan verir. Digər walletlər buna imkan verməyəcək. USDT ilə də ödəyə bilərəm. Ona görə də mən məsləhət görürəm ki, hər blokçeynin özünün balansına öz coinini qoyun və patverdic eləyib göndəriş eləm. Və beləliklə bizim transaksiyamız həyata keçir. $1 gedir Binance birjasındakı hesabımıza bizim yaxşı şəkildə. Bizim də burada görürsünüz, baxın, transaksiya fiyimiz çox belə, yəni o qədər azdır ki, heç sent də eləmir. Yəni 1 sent belə eləmir. Biz Binance Smart Chain-də də baxa bilərik ki, nə qədər komissiya ödədik. Bunun üçün gəlirik, transaction fee-yə baxırıq. Görürük ki, yəni 1 sent yox, 1 sentin 5də 1 hissəsi də, yəni 0,02 sent. Yəni özünüz rəqəm başa düşürsünüz. Yəni çox cüzi komissiyalar var burada. Biz USDT-dən ödəsəydik 4 sentə yaxın ödəyəcəkdik. Düzdür, deyə bilərsiniz ki, 4 sent, 2 sent bu nədir ki, nə söhbətdir ki, amma inanın ki, yəni belə deyək də siz əgər cüzdan işlədirsinizsə bu məqamlara diqqət yetirməniz lazımdır. Və bəzi anlarda məsəl üçün Ethereum blokçeyni və yaxud Base ağında komissiyalar absurd dərəcədə qalxa bilir. O da blokçeynin bir növ belə deyək də naqruzkasından asılı olaraq. Və hal-hazırda görürük ki, bizim bir USDT-miz artıq təntənəli sürətdə öz balansımıza gəldi. Və mən yenə də hətta balansımda olan USDT-ni göndərə bilərəm. Bir də ki, burada fikir verin, həmişə minimal məbləğ olmalıdır. Baxın, minimum, yəni yoxdur limit. Yəni 10 sentdə göndərə bilərsiniz. Və gəlin indi məsəl üçün həmin transaksiyanı, yəni bir qədər belə deyək də USDT-ni gəlin öz coin ilə, yəni USDT-nin özü ilə ödəyib göndərək. Bunun üçün biz seçirik burada, baxın, USDT-ni. Açılsın burada USDT-ni. Yəni USDT-nin özü ilə də komissiya ödəyirik. Bu halda biz, əslində biz komissiyanı USDT ilə ödəyirik. Amma bu USDT ilə BNB alınır falan peşməkan, ona görə də biraz daha baha başa gəlir. Görürsünüz, 4 sent ödəmiş olduq biz bu göndərişə. Və hal-hazırda bizim transaksiyamız və hələ ki blokçeynə düşməyib, bəli, USDT ilə göndərəndə biraz gec ola bilər. Çünki cüzdan sizin yerinizə BNB alır, balansı BNB ilə təmin edir və ondan sonra da həmin BNB ilə də transaksiya fiyini ödəyir. Ona görə də məsələ BNB-ni əvvəlcədən balansınıza qoysaz, yəni 10 sent, 20 sent dostunuzdan xahiş eləsəz, balansınıza qoysaz, yəni bu sizə yəni çox uzun müddət bəs eləyə biləcək. Və gördüyünüz kimi burada da interaktiv baş verdi və bütün məlumatlar yazır. Görürsünüz 3 sent bizim balansımızdan getdi və s. və axıra reallıqda 2 sent ödədi komissiya, amma biz məsəl üçün 3.6 sent ödədik, yəni 4 sentə yaxın ödədik. Bax belə. Ona görə də məsləhət görürəm ki, hələ hər blokçeynin öz coinindən transaksiya fiyini ödəyin. İnşallah video bəyəndinizsə mütləq şəkildə like eləyin, mütləq şəkildə dəstəyinizi verin, çünki bu vacibdir. Həmçinin də öz komment və rəylərinizi, fikirlərinizi yazın, kanala da abunə olmağı unutmayın. Gəlin görüşənədək sağ olun.